çıktı üzüne. Gözün aydın olsun Qarabağ, qana batmış hər cığırın doğma, bizi illərlə çağıran doğma sənə qurban. Zəfər tək hədəfin haqqındır sənin, yalnız qələbə. Halal olsun sənə Azərbaycan əskəri. Vətən birlikdə biz çaldıq qələbə, parlaq qələbə. Halal olsun sənə Azərbaycan əskəri. Şanlı vətən Azərbaycan əskəri, əskəri. Şanlı vətən Azərbaycan əskəri, əskəri. Şanlı vətən Azərbaycan əskəri, Azərbaycan. Şanlı vətən Azərbaycan, şanlı vətən Azərbaycan, Azərbaycan. Ay bravo! Ay belə təşəkkür edirəm Larin rəqs qrupu və bədii rəhbərimiz Nəzrin xanıma basadıq. Təşəkkür edirəm sizə. Gözəl xanım, gözəl Nəzrin və gözəl balalar. Bəli, bilirsiniz ki, zəfər günümüz yaxınlaşır. Bilirsiniz ki, qələbəmizin 5 illiyi yaxınlaşır və bu qələbə çox mükəmməl şəkildə bizə təqdim olunacaq. Hərbi paradımız olacaq. Artıq neçə gündür ki, hökumət evinin qarşısında möhtəşəm məşqlər gedir. Bugün F-16 qırıcılarının səmada o yürüşünü gördüm, o belə deyək də uçuşunu gördüm. Mən yoxam, ay mən yoxam, ay mənim balaca kukulam. Sənin adın nədir? Nuray. Nuray, neçə yaşın var? Nuray. 4 yaşı var Nuray. Ay mən yoxam, nə? Nuray, Nuray. Ay Nilay, hamı xorla deyir Nilay. Qızımız deyir Nuray, mən də elə başa düşdüm. Nilay, neçə yaşın var? O neçədir ki? 3. Hə, deməli belə 3'dür. Belə neçədir? 3'dür bu. 4'dür. Nilay qızımın 4 yaşı var. O gün olsun 14 olsun. 24 olsun. Belə 104 olsun. Elə yaşayı, qəşək-qəşək rəqs ilə, qəşək-qəşək təhsil alsın mənim bütün balalarım. Gəlsinlər hamısı bura. Bəli, Nilay mənə çiçək təqdim etdi. Təsəvvür edin ki, elə həmin gün, məhz 8 noyabr tarixində bütün vətənimiz çiçəklənəcək. Bütün vətənimiz çiçəyə bürünəcək. Çünki elə bir möhtəşəm bir hərbi parad bizi gözləyir ki, ona baxmağa, ona tamaşa etməyə dəyər. Yenə deyirəm, artıq neçə gündür ki, məşqlər gedir və səmada bugün F-16 qırıcılarını görəndə həqiqətən qürurlandım və dedim, bax, budur Azərbaycan ordusunun qüdrəti. Bir alqışlayaq balalarım. Bəli, zəfər günü ilə əlaqədar bizim balaca rəqqaslarımız, gözəl dostlarımız elə qəşəng belə deyək də o vətən haykırtısı bir rəqsini təqdim etdilər. Həm də görürsünüz necə belə qrimləniblər, necə geyimdə. Nəzrin xanım, mən sizə dərin təşəkkürümü bildirəm. Çünki hər bir uşaqla individual məşq etmək, hər birinin özünün belə deyək də bir xarakteri var və hamısı da ayrı-ayrı yaşda onlara bax bu cür cəlb etmək rəqsə bu böyük bir səbir tələb edir. Xüsusən də bu balaca qızımızla təşəkkür edirəm. Uşaqların bir rəqsi də var, eləmi? Biz onda söhbət edəcəyik sizinlə. Siz indi gedin, hazırlaşın, dincəlin. Yaxşı, mənim balalarım.